Metronun düz yanında qarşısı açıq, gözəl panoraması olan bir mənzil isə təqdim edirəm. Yasamalda yerləşir, İnşaatlar metrosunun düz üstündədir. Gördüyünüz kimi qarşısı tamamilə açıqdır. Mənzil də gözəl təmirli, yeni 3 otaqlı mənzildir. Təmirdən sonra mənzildə bir gün belə yaşayış olmayıb. Sənədlərdə qaydasındadır, çıxarış, yəni kopçası da var, ipotekası təsdiqlənmiş, müştərilər də müraciət edə bilərlər. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə şkaf yığmaq üçün böyük bir ərazi var, böyük ölçülü şkafı tam rahatlıqla yığa bilərsiniz. Girişdə döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub, işıqlandırmada spotlardan istifadə olunub, əlavə olaraq gizli işıqlar və bura işıqlar da yerləşdirilib, yəni gözəl, sadə mənzildir. Mən bəyəndim, inanıram ki, siz də bəyənəcəksiniz. Otaqların yerləşməsini nəzərə çatdırın. Bura mənzilin bir yataq otağıdır. Bura sanitar qovşağımız, qonaq otağı, yanında ikinci yataq otağı, mətbəx. Burada isə çamaşırxana yerləşir. Elə başlayaq mətbəxdən, mən bir-bir bütün otaqları sizə göstərim. İlk öncə onu deyim ki, girişdə olan üstü döşəmə mətbəxdə də davam etdirilir. Buranın da döşəməsi qranitdir. Yeni, gözəl mətbəx mebelimiz yığılıb, membran materialından. Şkaflar da çoxdur, dərinlikdə yaxşıdır. Sobaların yeri, soyuducu, hamısı nəzərə alınıb. Qaz peçi aspiratoru quraşdırılıb. Üstü və sinəliyi mərmərdir. Şkafların içərisində göstərim. Yəni, dərinlik barədə tam təsəvvürünüz yaransın. Bütün əşyalarınızı rahat yerləşdirə bilərsiniz. Dediyim kimi, qarşıda görürsünüz, açıqdır, heç bir bina qarşısını kəsmir, düz metronun üstündədir. Alıb özünüzlə rahat yaşaya bilərsiniz, rahatlıqla kirayə də verə bilərsiniz. Mətbəx dəhliz hissədən belə gözəl qapı ilə ayrıdır, şüşə qapı ilə. Və dediyim kimi, burada yerləşir mənzilin çamaşırxanası, yəni paltaryan, qurudan üçün yer. Burada ayrıca yer nəzərə alınıb, yəni digər evlərdə olduğu kimi mətbəx mebelinin altında deyil. Yəni, bu da deyil, belə deyim, üstünlükdür. Bura ayrıca paltarlarınızı yerləşdirə bilərsiniz. Və burada yerləşir mənzilin, bayaq qeyd etdim, sağ tərəfdə sanitar qovşağı. Buranı da ümumi olaraq göstərim, bütün aksesuarlarla tam olaraq təchiz olunub, görürsünüz. Maraqlı teksturalı qranitlər seçilib, duş kabini yığılıb, bütün aksesuarlar da dediyim kimi hazırdır, gözəl boydadır, divar içi unitaz tam hazır vəziyyətdədir və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Buradan daxil oluruq mənzilin geniş qonaq otağına. Yəqin ki, videodan da hiss edirsiniz. Kvadrat şəklindədir demək olar. Ona görə istənilən ölçülü mebelinizi tam rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissədən də yenə qarşısı açıqdır. Dediyim kimi, TV, internet çıxış orada nəzərə alınıb. Qonaq otağında işıqlandırmada spotlardan istifadə olunub. Ümumilikdə mənzil işıqlı, gün düşən mənzildir. Kondisioner yerini kimi qoyulub hazırdır. Bu hissəyə mebel dəstinizi, masanızı rahat yerləşdirə bilərsiniz. Dediyim kimi, mənzildə təmirdən də sonra yaşayış olmuyor. Buradan gəlin, mən sizə göstərib mənzilin əsas yataq otağını. Burada yerləşir, ölçüsü də buranın da kifayət qədər genişdir. Demək olar, qonaq otağı ilə eyni ölçüyə malikdir. Ola bilər 2-3 kvadrat az ola bilər. Burada yerləşmə necədir? Onu nəzərinizə çatdırım. Deməli, taxtın yeri görürsünüz, burada nəzərə alınıb, sağ və sol bura işıqlar yerləşdirilir. Tavan hissədə qonaq otağı ilə eynidir, gözəl alçıpan fiqur, spotlar, istilik sistemi, kombi, radiatorlar da qoyulub hazırdır, 2 pəncərəsi var. Yataq otağının TV, internet çıxışda qoyulub bu hissədə və kondisioner yerinə kimi hər bir şey nəzərə alınıb. Bura yataq dəstinizi tam rahat yerləşdirə bilərsiniz, çünki ölçüsü kifayət qədər böyükdür. Keçək, mən sizə göstərim mənzilin ikinci yataq otağını, sonra qiyməti və digər məlumatları nəzərdə çatdıracağım və ikinci yataq otağımızda yerləşir. Burada buranı istəsəz, uşaq otağı kimi istəsəz, böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Ölçüsü təxmini 17-18 kvadratdır və buradan mənzilin eyvanına çıxış var. Cam balkon ilə yığılıb, qapalı eyvandır. Bu hissədən də baxışını göstərim. Yenə mənzildə ümumiyyətlə bütün pəncərələrdən qarşısı açıqdır. Burada yerləşmə belədir, yəqin ki, artıq siz də gördünüz, taxtın yeri bu tərəfdən nəzərə alınıb, üzbəüz isə TV, internet çıxışdır.
Tavan hissədə ümumi olaraq göstərirəm. Kondisionerin yeri burada nəzərə alınıb. Belə mən mənzildə demək olar hər bir şey sizə göstərdim. Məlumatlar deyim, yerləşir Yasamalda, İnşaatlar metrosunun düz yanında, yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 3 otaqlı mənzildir, ölçüsü 135 kvadratdır. 11-ci mərtəbədə yerləşir, sənədlər də qaydasındadır, çıxarış, yəni kupça da var. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.